Toplum TV iş üzrə keçirilən məhkəmədə qurumun həm təsisçisi Ələsgər Məmmədlinin halı pisləşib. Dekabrın 8-i Bakı Ağır Cinayətlər Məhkəməsində proses zamanı onun təzyiqi yüksəlib və ürəyində narahatlıq yaranıb. Məhkəmə zalına çağırılan həkim Məmmədlini müayinə edib və ona dərman verib. Bu dəfəki prosesdə şahidlərin dindirilməsi ilə davam edib. Toplum TV-nin jurnalisti hazırda həbsdə olan Fərid İsmailov deyib ki, ifadə verən şahidlərin hamısı sadəcə onun fəaliyyətinə görə tanındığını deyib. Bu səbəbdən o müsahibə aldığı deputatların da ifadə verməsini istəyib. Növbəti məhkəmə iclası 15 dekabra təyin olunub. Proses məhkəməyə gəlmə imkanı olmayan şahidlərin onlayn dindirilməsi ilə davam edəcək. Azərbaycan Xalq Cəbhəsi Partiyasının həbsdə olan üzvü Elbəy Kərimlinin intihar nəticəsində vəfat etdiyi bildirilir. Elbəy Kərimli 2023-cü ilin avqustunda keçmiş prezident Heydər Əliyevin heykəlinə Stalin yazdıqdan sonra həbs olunub. 2024-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsi ona satış məqsədi ilə külli miqdarda narkotik saxlama maddəsi ilə 6 il həbs cəzası vermişdi. Meydan TV iş üzrə həbs olunmuş jurnalist Aysel Umudova ictimaiyyətə ünvanladığı məktubda necə saxlanıldığından yazıb. Bakı şəhər baş polis idarəsinə aparılarkən polisin ona qarşı etdiyi davranışı ictimailəşdirib. Aysel Umudova panik atak keçirdiyi üçün halının pisləşdiyini, yanında oturan polisin isə bu vəziyyətdən istifadə etdiyini deyib. Stat: Solumda oturan yekəpər, qarabuğdayı, saçları çallanmış adam ilkin tibbi yardım göstərməyə çalışırdı. Ya da mən elə bilirdim. Vəziyyətimi sabitləşdirmək üçün biləyimi ovdu. Biləyimdə hiss etdiyimi əli ayağımda hiss edəndə qolu dəydiyini düşündüm. Əllərini ayağımdan uzaqlaşdırdım. Sonra o təkrar əllərini dizimin üstünə qoyub ayağıma toxunanda tez əlimi çəkib cibimə qoydum. Vəziyyəti başa düşdüyümü anlayıb oturacağı digər ucuna keçdi. Yaşadığım qısnamanı həzm etmək isə mənim bir ilimi aldı. Statın sonu. Belarusda daha 123 siyasi məhbus azadlığa buraxılıb. Bu addım ABŞ prezidenti Donald Trumpın Belarus üzrə xüsusi elçisi John Kual'ın Minskdə hökumət üzvləri apardığı danışıqlardan sonra atılıb. Azad edilənlər arasında müxalif fəal Mariya Kolesnikova və Nobel sülh mükafatı laureatı Ales Bialyatsky də var. Bu hadisə ABŞ-nin Belarus üzərində müəyyən sanksiyaları götürməyə razılıq verməsindən sonraya təsadüf edir. İyunda da ABŞ xüsusi elçisinin səfəri zamanı 14 siyasi məhbus əfv olunub. Onların arasında mühacirətdə olan müxalifət lideri Svetlana Tixanovskayanın həyat yoldaşı Sergey Tixanovski də var idi. Sentyabrda isə 52 nəfər azadlığa buraxılmışdı.